Azərbaycanlı mühacirlərin Berlində Almaniya kanslerliyinin binası qarşısında etdiyi aclıq aksiyası başa çatıb. Onlar 40 gündən çox aclıq edərək Azərbaycanda həbsdə olan qadın jurnalistlər və inancılı fəallar üçün azadlıq tələb ediblər. Aksiya iştirakçısı fəal Ələmdar Bünyatov deyir ki, aksiyanın məqsədi həm də Almaniya hökumətinə mesaj vermək idi. Və biz buradan Alman dövlətinə də biz müraciət elədik və bildirdik ki, əvvəlcədən ki, insan haqlarının ki, öhdəlik götürmüsünüz özünüzə, əvvəlcədən bu şeylərə əncam çəkməlidir. Ondan sonra yerdə olan bəzi iqtisadi maraqlara doğru addım atmaq lazım. Aksiyanın keçirildiyi müddətdə Azərbaycan prezidenti İlham Əliyev də Berlinə səfər edib və Almaniya kansleri ilə görüşüb. Fəallar həmin vaxt Əliyevə xitabən şüarlar səsləndiriblər. Çox əfsuslar olsun ki, bunu ölkə başçısı İlham Əliyev də gördü. Yəni gəldi bu cür mənzərə ilə də rastlaşdı və onun buradan nə əldə etdi, nə etmədi, onları özləri çox gözəl bilir. Ancaq bizim bildiyimiz bir şey var ki, onlar burada rüsvay oldular, getdilər. Ələmdar Bünyatov deyir ki, növbəti addım kimi Almaniya Xarici İşlər Ofisinin önündə aksiya keçirməyi planlaşdırırlar. Mühacirlərin azadlıq tələb etdiyi qadınlardan 9-u Abzas Media və Meydan TV işləri üzrə həbs olunmuş jurnalistlər, digər 6 nəfər isə inancılı fəallardır. Qadın jurnalistlər qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham olunurlar. Özləri isə əslində peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildirirlər. İnancılı qadın fəallar isə ötən il avqustun 15-də Binə qəsəbəsində İmam Hüseyn adına ehsan paylayıb şüarlar səsləndirərkən həbs olunublar. Onlar xuliqanlıq və ictimai qaydanı pozmaqda təqsirləndirilirlər. İnancılı fəallar da ittihamları rədd edir, siyasi motivlə həbs olunduqlarını deyirlər.